Sabahınız xeyir əziz izləyicilər. Bu videoda mən birinci hissə Güvən Test Bankından mərkəzə qaçma təcili mövzusunun A variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Deməli, birinci testimizdə deyilir. Çeviri üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Əziz dostlar, mərkəzə qaçma təcilinin düsturlarını biz bilirik. Necə idi? A bərabərdir V kvadrat bölünsün R, omega kvadratı R, omega V, 4pi kvadratı R n'in kvadratı və 4pi kvadratı R bölünsün T'nin kvadratı, bir də 4pi kvadratı R n'in kvadrat bölünsün T kvadrat. Baxaq görək bunlardan hansı var? V kvadrat bölünsün R yoxdur, omega kvadrat R yoxdur, omega V yoxdur. 4pi kvadratı R n'in kvadratı, baxaq görək varmı? 4pi kvadratı R n'in kvadratı. Bəli, doğru cavab hansı variant olacaq? Y variantı. İkinci testdə deyilir. Çeviri üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə eyni qaydada bu düsturlardan biri olmalıdır. Baxaq görək. Omega kvadratı R bəli var. Bunların heç biri nədir? Yoxdur. Doğru cavab elə hansı variant olacaq? A variantı. Çeviri üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Omega V. Doğru cavab D variantı. Deyir ki, dördüncü testdə çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin sürəti V və təcili A K nöqtəsinə hansı istiqamətdə yönəlir? Əziz dostlar, biz bilirik ki, mərkəzə qaçma təcili çevrənin mərkəzinə doğru, yəni 3 istiqamət. Yəni A 3 istiqamətdə yönəlir. Xətti sürəti isə çevrəyə toxunan istiqamətdə yönəlir. Onda V də nədir? 1 istiqamətində. V1, A3, baxaq görək hansı variantdadır? E variantı. Növbəti testimiz 5-ci testdir. Deyir, çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektoru V və təcil vektoru A, K nöqtəsindən hansı istiqamətdə yönəlir? Biraz öncə dediyimiz kimi, təcil vektoru çevrənin mərkəzinə doğru, yəni 3 istiqamətində, amma sürət vektoru çevrəyə toxunan istiqamətdə, yəni 2 istiqamətdə olacaq. Baxaq, V2, A3, doğru cavab hansı variant oldu? C variantı. Növbəti 6-cı testimizdir. 6-cı testdə deyilir. Sürət və təcil vektorları təsvir olunmuşdur. Edilmiş vəziyyətə sabit periyodda fırlanan diskin hansı nöqtəsinə uyğun gəlir? Əziz dostlar, baxın, bu bizim yuxarı doğru sürət vektorumuzdur. Aha, bu da təcil vektorumuzdur. Bu da bizim təcil vektorumuz. Bura deyək V, burada deyək nə? A. Aha. Vektorlar belədir. İndi mən hansı nöqtədə yerləşdirə bilərəm ki, V toxunan istiqamətə yönəlsin. A isə nədir? Mərkəz. Gəlin nöqtələrə qoyaq. Görək uyğun gəlir. Baxın, A nöqtəsinə qoyaq. A nöqtəsinə bəli uyğun gələcək, elə cavab A-dır. Amma B nöqtəsinə qoyduqda, bax, bu vəziyyətdə sürət ümumiyyətlə heç toxunan istiqamətdə yönəlmir. Təcil toxunama bizə lazımdır. Sürət toxunan istiqamətdə, təcil nədir? Mərkəzə. C nöqtəsində. Yəni, heç uyğun deyil. Sonra D nöqtəsində sürət mərkəzə yönəldi, təcil toxunan istiqamətdə. Y nöqtəsində heç ümumiyyətlə uyğun gəlmir. Bir dənə A nöqtəsində təcil mərkəzə doğru yönəldi, sürət isə toxunan istiqamətdə yönəldi. Elə doğru cavab nə olacaq? A variantı. A olan, yəni A variantı olacaq. 7-ci testdə deyilir. Velosipedçi yolun AB və BC hissələrində bərabər sürətli. Baxın, AB və BC hissələrində bərabər sürətlə hərəkət edir. Bu hissələrdə V bərabərdir, konstantdır. Bunu biz dedik. Deməli, bu hissədə V konstantdır. Bir də bu hissədə V konstantdır. Deməli, V bərabər nədir? Konstantdır. Bax, bu hissədə V konstantdır. Sonra nə deyir? CD hissəsində isə bərabər yavaşlayan. Bərabər yavaşlayan hərəkətdə isə sürət azalır, amma təcil nədir? Sabitdir. Yəni, təcil var bu hissədə. Amma sürət nə edir dedik? Azalır. Mənə deyir, yolun hansı hissəsində velosipedçi təcillə hərəkət edir? Zaten dediyindən belə çıxır ki, bu hissədə təcil var. Hə, bəs
AB hissəsində təcil varmı? AB hissəsində sürət sabitdir və trayektoriyada düz xəttdir. Yəni biz demişdik ki, əgər düz xəttdirsə trayektoriya və sürət sabitdirsə, bu hissədə təcil nəyə bərabərdir? Sıfıra bərabər. Burada təcil yoxdur. Gəldik. Bəs BC hissəsində təcil varmı? Bəli, BC hissəsində təcil var. Həmin təcilin adı mərkəzə qaçma təcilidir. Yəni trayektoriyası əyri xətt olan bütün hərəkətlərdə təcil var. Deməli, BC hissəsi əyri xəttli trayektoriya olduğuna görə orada təcil olacaq. Deməli, təcil olan hissə CD, bir də nədir? BC hissələri. Baxaq görək, varmı elə bir şey? Doğru cavab E variantı olacaq. 8-ci testdə deyilir. Radiusu 4 metr olan çevre üzrə 2 metr bölü saniyə sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcili hansı ifadə ilə təyin? Mərkəzə qaçma təcilini hesablayın. Əziz dostlar, mərkəzə qaçma təcilinin düsturunu biz bilirik ki, V kvadrat bölünsün R-dir. Yerinə qoysaq, V-miz 2-dir. 2-nin kvadrat 4 bölünsün 4. Bu 4 ilə bu 4 getdi. 1 metr bölünsün saniyənin kvadratı olacaq. O da hansı variantdadır? C variantı. 9-cu testdə deyilir. Çevre üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 12 metr bölünsün saniyədir. Mərkəzə qaçma təcili isə 3 metr bölünsün saniyə kvadratdır. Radiusu hesablayın. Təcilin düsturu V kvadrat bölünsün R-dir. Buradan R-i tapsaq V kvadrat bölünsün A olacaq. V-miz nə qədərdir? 12-dir kvadratı 144. Bölünsün A-mız da 3'dür. 144'ü 3'e bölsəm 4 və 8. 48 metr olacaq. Doğru cavab hansı variant? A variantı. Sonra 10-cu testdə deyilir. Cisim radiusu 50 metr olan çevre üzrə bərabər sürətlə hərəkət edir. Mərkəzə qaçma təcilinin qiyməti 2 olarsa, cismin xətti sürətini tapın. Yenə A-nın V kvadrat bölünsün R düsturu lazımdır. Buradan V-ni tapsaq, kök altda A vurulsun R olacaq. Yerinə qoysaq kök altda A-mız nə qədərdir? 2 vurulsun 50. 2-ni 50-yə vursam kökdə 100 verəcək. Ondan da kök nə çıxacaq? 10 metr bölünsün saniyə çıxacaq. Doğru cavab hansı variant? C variantı. 11-ci testdə deyilir. Radius 8 metr olan çevre üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodu 4 saniyə olarsa, onun mərkəzə qaçma təcilini hesablayın. Dövrətmə periodu verilibsə, deməli, mərkəzə qaçma təcilinin periodla olan düstur lazımdır. 4 pi kvadratı R bölünsün T kvadratıdır. Yerinə qoyaq 4 vurulsun pi kvadratı 10'dur. R-miz 8'dir. Bölünsün T-miz 4'dür kvadratı 16 edəcək. Bax, bundan bu ixtisar getdi. Bundan da getdi. Bizə neçə qaldı? Deməli 2 20. 20 metr bölünsün saniyənin kvadratı. Doğru cavab E variantı. 12-ci testdə deyilir. Cisim radiusu 8 metr olan çevre üzrə bərabər sürətlə hərəkət edir. Mərkəzə qaçma təcilinin qiyməti 2 metr bölünsün saniyə kvadratı olarsa, bucaq sürətini tapın. Əziz dostlar, deməli bucaq sürəti ilə olan düsturu omega kvadratı R-dir. Biz buradan omeganı tapsaq, kök altda A bölünsün R olacaq. Kök altda A-mız nə qədərdir? 2'dir və R-miz isə 8'dir. Bu kökdə 1 bölünsün 4, ondan da kök nə çıxır? 0,5. Deməli bizim bucaq sürətimiz 0,5 radyan bölünsün saniyə olacaq. Növbəti 13-cü testdir. Çevre üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 12 metr bölünsün saniyə, mərkəzə qaçma təcili 3 metr bölünsün saniyə kvadratdır. Çevrənin radiusunu metrlə hesablayın. Yenə eyni qayda təcilin V kvadrat bölünsün R düstur lazımdır. Biz buradan R-i tapsaq, V kvadrat bölünsün A olacaq. Yəni V-miz neçədir? 12'dir kvadratı 144. 144 bölünsün A-mız da 3'dür. 144'ü 3'e bölsəm 4, 48, 48 metr olacaq. Deməli, bu 13-cü test. Baxaq görək 14 varmı? Bəli, 14-cü testdə deyil. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Birinci dövrətmə periodu, mərkəzə qaçma təcili, xətti sürətin ədədi qiyməti, dövrətmə tezliyi, xətti sürət, radius boyunca çevrənin mərkəzinə. Çevre üzrə hərəkətdə trayektoriyanın hər bir nöqtəsinə çevrəyə toxunan istiqamətdə yönəlir.
Toxunan istiqamətdə yönələn bilirik ki, xətti sürətdir 5. Gedəcək. Çeviri üzrə bərabər sürətli hərəkətdə nə sabit qalır? Çeviri üzrə bərabər sürətli hərəkətdə baxaq görək, mərkəzə qarşı xətti sürətinin ədədi qiyməti sabit qalar. 3. Sonra istiqaməti isə daim dəyişir. Sonra xətti sürətinin istiqamətinin dəyişmə yeyinliyi ilə xarakterizə olunur. Burada biraz qarışıqlıq var. Xətti sürətinin istiqamətinin dəyişmə yeyinliyi ilə xarakterizə olunur. Yəqin ki, bizə təcil olar bu. Baxaq gör, varmı elə bir şey? Mərkəzə qaçma təcili, yəqin ki 2 gedəcək. Sonra təcil vektoru çevrəyə necə yönəlir? Çevrənin mərkəzinə doğru yönəlir. Baxaq, çevrənin mərkəzi, radius boyunca çevrənin mərkəzinə 6. Sonra verilmiş radiuslu çeviri üzrə bərabər sürətdəki xətti sürət tezliklə yəqin ki düz olar. Varmı elə variant? Tezlik, dövrətmə tezliyi. Dövrətmə tezliyi 4. Sonra bir də mərkəzə qaçma xətti sürət dövrətmə periodu ilə, yəni 1. Yəni belə olacaq. 5, 3, 2, 6, 4, 1. Bu da deyəsən bizim sonuncu testimiz idi. Deməli, əziz dostlar, növbəti video izahda mən mərkəzə qaçma təcili mövzusunun B variantının testlərinin izahını verəcəm. Hələlik bu video izahda bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.